yoldaşımın aldığı maaşla, mənim aldığım yəni qazancla o arzuları həyata keçirmək mümkündür. Ona görə arzularımız xəyala çevrilir. Biz onu ancaq xəyal edə bilirik ki, bunlar məndə olacaq. Mən Oriflame-a gələndən sonra mən bütün o xəyala çevrilmiş arzularımı həyata keçirməyə başlamışam. Təsəvvür edin ki, sadə bir xanımı, evdar xanımı apardılar milyonerlərin yaşadığı həyatın ortasına doğru. Bizdən 70 nəfər getmişdi, tək mən getməmişdim. Azərbaycanda 70 nəfər adam getmişdi. O milyonerlərin yaşadığı həyatın ortasına qoyurlar. Bu videoları YouTube'da da var, Oriflame saytında. Yəni yaza bilərsiniz, 2017-ci il turist səyahəti. O qədər gözəl, yəni sözlə deyiləsi deyil də. Çalışın bax bu səyahətlərə düşün. Mən bir dənə də sizə video göstərim. İnsan 90% gördüyünə inanır, 10% eşitdiyinə.